Göz infeksiyalarına qarşı istifadə olunan antibiotik tərkibli bir məlhəmdir. Göz qızartısı, qapaqlarda irinləmə və yaxud iltihab varsa, həkimlər tez-tez bu mazı tövsiyə edir. Əgər sizdə konjektiv, yəni göz selikli qişasının iltihabı varsa, ya da göz qapaqlarının qızartısı, qabıqlanması kimi problemlər yaşayırsınızsa, bu maz kömək edə bilər. Hətta bəzi hallarda trakoma kimi ciddi infeksiyalarda istifadə olunur. Əgər bu mazı istifadə etdikdən sonra gözünüzdə güclü yanma, qaşınma və yaxud şişkinlik hiss edirsinizsə, dərhal istifadəni dayandırın və həkimə müraciət edin. Tetraskilin mazının ətraflı şəkildə istifadə qaydası və yan təsirləri videonun altında açıqlama bölməsində qeyd etmişəm. Videonun faydalı olduğunu düşünürsünüzsə və daha çox belə məlumatlandırıcı videolar istəyirsinizsə, videomu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşərik.